Salam müəllimlər, xoş gördük hər birinizi. Sertifikasiya imtahanı hazırlaşan ibtidai sinif müəllimlər üçün riyaziyyat fənnindən model sınaq 3 ilə qarşınızdayıq. Model sınaq 1-2 kanalda yerləşdirilib və təbii ki, öncəki illərə aid kifayət qədər izahlarımız kanalda var. Hər biri sizlər üçün olduqca lazımlı və faydalıdır. Vaxt itirmədən keçək suallarımızın izahına. Birinci sualımız uyğunluğu müəyyən edin. Vurmanın yer dəyişmə xassəsi verilib, qruplaşdırma xassəsi verilib və paylama xassəsi verilib. Yer dəyişmə xassəsi bir neçə vuruğun yerini dəyişsə, onsuz da hasilin qiyməti dəyişmir. Buna əsasən 1-ə uyğun gələn bəndlərə baxsaq, baxın C bəndində 45 vurulsun 1, 1 vurulsun 45. Yəni vuruqların yerini dəyişsə, hasilin qiyməti dəyişmir. Demək 1-ə uyğundur C. Sonra D variantına baxırıq. 100 vurulsun 25, 25 vurulsun 100. 1-ə C və D uyğundur. 2-yə baxırıq. Qruplaşdırma xassəsi verilmiş bir neçə vuruğu biz qruplaşdıra bilərik. Bunu B bəndində görürük. Burada 3 vuruqdan 10 və 21 qruplaşdırılıb 5-ə vurulub. Bərabərdir. 5 ilə 10 burada növbət dəfə qruplaşdırılıb vurulur 20-yə. Demək, onda 2-yə uyğun gəlir B. Qaldı 3-ə paylama xassəsi. Paylama xassəsində A bəndində görürük. Bu toplamaya nəzərən paylama xassəsidir. Və Y variantında 7 vurulsun vurulub açılıb. Bu isə çıxmaya nəzərən paylama xassəsidir. Demək, 3-ə uyğun gələn A və Y-dir. Belə bir cavab var. Doğru variant A variantı. Növbəti ikinci sualımız həndəsə ilə bağlı olan bir sual nümunəsidir. Düzbucaqlı şəklində tarlanın uzunluğu 300 metrdir. Qeyd elədik, bura 300 metr. Enini bilmirik. Bizdən eni soruşur. Keçirik digər hissəyə. Hər hektarından 40 sentner taxıl biçildi. Əgər cəmi 12 ton taxıl biçilərsə. Burada 2 dəfə çevrilmə eləyəcək. Həm çəki vahidlərindən bağlı, həm də sahə və uzunluqla bağlı. 40 sentner, burada 12 ton. Biz bilirik ki, 1 tonumuz bərabərdir 10 sentner. İndi 12 tonumuzun neçə sentner olduğunu tapmalıyıq. Buna əsasən deyə bilərik ki, 12 ton bərabərdir 10-a vursaq 120 sentner. Bunu qeyd elədik. Və 40 sentner taxıl biçilibsə, bizim də cəmi 120 sentner taxılımız varsa, 120 sentner taxılımız varsa, demək biz 120-ni bölərik 1 hektardan biçilən taxılın çəkisinə ki, görək neçə hektarımız var. Böləndə 40-a bərabər eləyər nə qədər? 3 hektar. 3 hektar tapdıq. İndi 3 hektarı biz kvadrat metrə çevirməliyik ki, görək bunun eni nə qədər olub 300-ə vuranda bu qədər eləsin. 1 hektarımız bərabərdir. Kanalda bununla bağlı dərsimiz var, çevirmə ilə bağlı. 1 hektarımız bərabərdir 10.000 kvadrat metr. Və buna əsasən deyə bilərik ki, 3 hektarımız da bərabərdir. 3-ü 10.000-ə vuranda 30.000 kvadrat metr. Demək, biz bu qədər hesablamamızın nəticəsi olaraq sahəmizin 30.000 kvadrat metr olduğunu tapdıq. Bizdən də tarlanın enini soruşur. Eni də tutaq ki, B-dir. Sahə nəyə bərabərdir? 300 vurulsun B bərabərdir 30.000-ə. Yəni, düzbucaqlının sahəsi en və uzunluğun hasilinə bərabərdir. Buradan 2 0 gedir, buradan 2 0 gedir. B də bərabər 300-3-ə böləndə 100 metr. Demək, bizdə tarlanın eni neçə metrdir? Tarlanın eni 100 metrdir. Növbəti sütun bölmələrdən biri tənliyin kökünün 4də 1-ni tapın. Burada mövcud hesablamaları ilə biz üzərində hesablaya bilərik. Baxın, 42-yə böləndə 20, 60 çıxılsın 20 də bərabərdir. Bu bir tərəfə biz 40 yaza bilərik. Və buradakı mövcud hesablamanı da yerinə yetirsək, 61 2-yə vuranda 122. Bu bizim işimizi xeyli asanlaşdıracaq. Prinsip olaraq yazıram 122 çıxılsın 2 mötərizə 2x üstə gələk 1, vurulsun 4, çıxılsın 83, bölünsün 17, bölünsün 11, üstə gələk 29 bərabərdir. Bərabərliyin sağ tərəfi qaldı. Burada 40. İndi demişdik ki, bu tipli tənliklərdə, mürəkkəb tənliklərdə solda nə varsa sağa keçəndə işarəsinin əksinə dəyişir. Və bütövlükdə biz bura məhsul toplanan ki, baxsaq, üstə gəl 29 bu bir tərəfə keçir. Çıx 29 ilə əvəz olunar. Bunu bir də yazmaqdansa 29-u keçirdək, bu tərəfə 40-dan çıxaq. Yəni 29-un üzərinə nə gələndə 40 eləyir? Bu buradan qaldı
bərabər elədi 11. Yəni 29 keçdi 40-dan çıxıldı. Buradan davam eləsək, bölən qismət. Nəyi 11-ə böləndə 11 alınır dəyərli müəllimlər və ya 11 keçir bu biri tərəfə, vur 11 ilə əvəz olunur. Və bu mötərizələrə də artıq burada ehtiyac qalmır. Belə deyək, öz mənasını itirir. Qalır indi 122, çıxılsın 2 mötərizə, 2x üstə gələk 1, vurulsun 4, çıxılsın 83, bölünsün 17, bərabərdir 121. İndi burada biz demişdik ki, hesab əməllərində birinci vurma bölmə varsa onlar həll olunur, amma tənliklərdə bu tərsinədir. Biz kənarlarda toplama çıxmadan işimizi, belə deyək, canımızı qurtarmalıyıq. Daha rahat, azalan, çıxılan fərq kimi yanaşsaq, bu bütövlükdə bax bu hissə nəyə bərabər olub ki, 122-dən çıxanda 121 qalır? 1-ə. Və buradan yazırıq. 2x üstə gələk 1, vurulsun 4, çıxılsın 83, bölünsün 17, bərabərdir 1-ə. 122-dən 121 çıxdıq. İndi böl 17 bu bir tərəfə keçir, vur 17 ilə əvəz olunur və bu mötərizədə mənasını itirir. Qalır burada 2x üstə gələk 1, vurulsun 4, çıxılsın 83, bərabər 17. Çıx 83 bu bir tərəfə keçir dəyərli müəllimlər, toplama ilə əvəz olunur. Qalır 2x üstə gələk 1, vurulsun 4, bərabərdir 100 eləyir bu. Vur 4 bu bir tərəfə keçir, böl 4 ilə əvəz olunur. 2x üstə gələk 1, bərabərdir 25, 2x bərabərdir. Buradan aldıq 24, x də bərabər 12. X-i bərabər 12 aldıq. Bizdən tənliyin kökünün 4də 1-ni tapın deyir. 12-nin də 4də 1-i bərabər eləyir 3. Doğru cavab D variantı. Tənlikdə fərqi yoxdur. MİQ, sertifikasiya, hər hansı bir imtahan. Siz tələsməyin. Yəni mən bunu tələsiyim, cavablarla yazım. O zaman sizin bir rəqəmlə və ya bir işarə ilə səhv eləmə ehtimalınız çoxalır. Növbəti maraqlı bir sual, sürət məsələsi deyə bilərik. İstirahət evindən velosipedlə səyahətə çıxan birinci turist 2 saat yol gedir, 1 saat dincəlir. Sonra həmin sürətlə yoluna davam edir. 4 saat sonra həmin yerdən birinci turistin arxası ilə sürəti velosipedin sürətindən 18 km/saat çox olan ikinci turist motosikletlə səyahətə çıxır və yola düşəndən 2 saat sonra birinci turistə çatır. Turistlər istirahət evindən hansı məsafədə görüşürlər? Baxaq. Bura yazıram birinci turist, qeyd edirəm, bura yazıram ikinci turist. Birinci turistin ən konkret olaraq bilinənlər hardadır? Sürətlərinə baxın. Birinci turistin arxası ilə ikincidən 18 çox olan. Onda birincinin sürətini mən x deyərəm, ikincinin sürətinə x üstə gələk 18. Bir növ tənlik qurmaqla məsələlidir. İndi bunların sürətləri buradadır. Yazıram sürət. Burada yazıram zaman. Baxaq görək hər bir turist ayrılıqda nə qədər, daha doğrusu neçə müddət, nə qədər vaxt olaraq yoldadır. Birinci turist 2 saat yol gedir, 1 saat dincəlir. Bu 4 saatın o zaman biz nə edəcəyik? 4 saatın 2 saatını getdi, 1 saatını dincəldi. Qalır orada 1 saat, o da təbii ki getməyə sərf olunur. Başqa cür desək, bunun 3 saatını nə edib? Yol gedib. Növbəti də İkinci turist motosikletlə yola düşür və yola düşəndən 2 saat sonra 2 saatda onda bu birinci turistə gedəcəkdir. 3-ün üzərinə 2 gəlirik. Bura yazırıq 5 saat. 3 üstə gələk 2 bərabərdir 5 saat. Burada müəllimləri çaşdıran nə ola bilər? Deyim ki, yəni empati olaraq bunu belə düşünürəm ki, müəllimlər burada çaşa bilərlər. Burada müəllimlər deyəcək, müəllim 2 saat, burada da bu növbəti 2 saatın getdi bunun dincəlməyi və s. Bu periodik olaraq deyil. Yəni siz hesablaya bilərsiniz 6 saatın içərisində gəlib alınmır. Belə deyil. Nədir məsələ? Turist sırf bu 4-ün içərisində 2 saat gedib 1 saat dincəlir. Bizə deyir ki, sonra sürətini davam edir. Əgər desəydi ki, velosipedlə səyahətə çıxan turist hər dəfəsində 2 saat gedir, 1 saat dincəlir və yol 2 saat gedib 1 saat dincəlməklə yoluna davam edirsə, bu başqa bir şey. Bu başlanğıcda bu dincəlmə və istirahət getməyinə baxır, sonra isə yoluna davam edir. Demək, bunu da hesabladıq 5 saat elədi. 3 saat bu 4 saatdan getdiydi. Bir də ikinci də yola düşəndən 2 saat sonra bu da davam edib 3 üstə gəlir ki 5 saat. İkinci turist isə yola düşür və 2 saatdan sonra birinci turistə çatır. Neçə saat yol gedib? 2 saat.
İndi burada bizim üçün nə var? Birinci turistin sürəti var, zamanı var. İkinci turistin sürəti var, zamanı var. Və bizə deyir hansı məsafədə görüşmək. Görüşmək nə deməkdir müəllimlər? Bir-birlərinə çatmaq deməkdir. Və məsələn, tutaq ki, bu məntəqədən yola düşüb burada görüşüblərsə 2 nəfər, demək bunların ikisi də buradan eyni uzaqlıqdadır. Ona görə getdiyi yollar da bir-birinə bərabər olacaq. Bu məntəqə əsasən birinci turistin sürətini zamana vuraraq getdiyi yol 5x eləyər. Bərabər yazacağam. İkinci turistin sürəti x üstə gəl 18, zamanı 2 saat bir-birinə vursaq eləyər 2x üstə gələk 36. Buradan 2x bu bir tərəfə keçər, qalar 3x bərabərdir 36, x də bərabər 12. X-i biz 12 tapdıq. Bu 12-ni hansı məsafədə görüşdürsə, elə bil bax bu evdir, daha istirahət evidir. Buradan da bunların görüşmə vaxtı buradadılar. Bunlar eyni yerdədirlər də, görüşüblərsə eyni uzunluqdadılar evdən. İstər bu 12-ni bərabərliyin sol tərəfində, istər sağ tərəfində yazıb hesablaya bilərik. 5 vurulsun 12 bərabər 60. Və ya burada da yazsaq 24, 36 ilə toplayanda yenə də 60 elədir. Növbəti qəbulda istifadə olunan bir sualdır. Onluq kəsirləri müqayisə edin. Böyük onluq kəsirlərin cəminin 3/2 hissəsini tapın. Onluq kəsirləri müqayisə edəndə biz əsas birinci onların tam hissəsinə baxarıq. Əgər tam hissə bərabərdirsə, sonra gələn uyğun mərtəbələri bir-birindən müqayisə edirik. Elə baxanda görmək olur ki, 34 tam 1000-də 256, 23 tam 10.000-də 4567-dən nədir? Böyükdür. Ona görə bax bu böyük bu formada olacaq. Bunun ilə müqayisəsinə diqqət edin. 4 tam burada 31 tamdan nədir? Kiçik olduğundan bu kiçikdir. Sadəcə birdən çaşa bilərsiniz. 4 bu 3 ilə başlayıb aidiyyatı yoxdur. Bunların diqqətli olmaq lazımdır. Tamlar önəmlidir. İndi böyük kəsirlər hansıları oldu? Böyük kəsirlərimiz 34 tam 1000-də 256. Digər hissədə böyük kəsirimiz 4 tam daha doğrusu 31 tam. Burada böyük olan 31 tamdır. 31 tam 1000-də 744. Yəni 4-31-dən kiçik olduğuna görə təbii ki, bu bundan böyükdür. Toplasaq, müəllimlər nə alacaq? 10 0 yazaq bir yadda, 9 1 də yadda, 10 0 yazaq bir yadda, 7 ilə 2 9 1 də yadda, 10 0 yazaq bir yadda, 1 ilə 4 5 1 də yadda, 6, 3 ilə də 3 6. 1 2 3, 1 2 3. 3 rəqəm ayırdıq, burada alanda 66. Bu sıfırların da vergüldən sonra bir mənası qalmır. Həmin cəmin 3/2 hissəsini bizdən soruşur. 60-ın 3/2 hissəsini tapanda 60-ı 3-ə bölüb 2-yə vuracağıq. Və ya ixtisar da eləyə bilərik. 3 3-ə 1, 66 3-ə 22, 22-ni 2-yə vuranda 44. Doğru cavab elədi müəllimlər. D variantı. 6-cı sual. Kuboidin eni 4 cm, uzunluğu 6 cm, tam səthinin sahəsi 148 kvadrat santimetrdir. Kuboidin hündürlüyü neçə santimetrdir? Baxaq. Kuboid dediyimiz düzbucaqlı paralelipipeddir. Biz burada 3 ölçünü A, B, C kimi işarələsək, səthin sahəsi, tam səthin sahəsi necə hesablanır? S bərabərdir 2 vurulsun. Bunların cüt-cüt bir-birinə vurulması. A, B, üstə gəl A, C, üstə gələk B, C. Burada da 2 ölçü verilib və sahə verilib. Tutaq ki, bizdə A bərabərdir 4-ə, B bərabərdir 6-ya. Bizdən tapmaq tələb olunur C-ni. Gətirib yerinə yazırıq. 2 vurulsun. A, B, C də bərabərdir suala. 4 dəfə 6 24. Üstə gələk AC, yəni 4C. Üstə gələk BC, yəni 6 vurulsun C. Bərabərdir 148-ə. Bunu da özü şərtdə vermişik. İndi 148-i 2-yə bölüb mötərizəni də sadələşirsək, 2-ni vurub atsa da bilərik, elə də həll edə bilərsiniz. Yəni fərqli yazmaq bir-birindən səhv deyil. 24 üstə gələk 10C bərabərdir 148 2-yə böləndə elanda 74. Buradan 10C bərabərdir 50-yə, C də bərabər 5. Bizdən hündürlüyü soruşurdu. Hündürlüyümüz eləsəydi, bu da 5-ə bərabərdir. Doğru cavab elədi. C variantı. Növbəti müəllimlər,
7-ci sualda düzgün olmayan kəsirlər olarsa A-nın böyük və B-nin kiçik natural qiymətlərinin hasilini tapın. Düzgün olmayan kəsirlər hansı kəsirlərdir? Məxrəci sürətindən kiçik və ya sürətinə bərabər olan kəsirlər düzgün olmayan kəsirlərdir. Ona görə deyə bilərik ki, burada 7 üstə gələk A kiçikdir, bərabərdir 13. Yəni 13-ə bərabər və ya 13-dən kiçik olmalıdır. Böyük alınma bilməz. Buradan da A kiçikdir, bərabərdir 13-dən 7-dən çıxırıq 6. Sonra baxacaq ən böyük və kiçik qiymətini, digərini də həll edək. Burada isə 19 kiçikdir, bərabərdir 5 üstə gəlinsin B-yə. Buradan da 5 bu bir tərəfə keçir, 14 kiçikdir, bərabərdir B-yə. Bunu başqa cür belə də yaza bilərik. B böyükdür, bərabərdir 14-dən. 14-dən kiçikdir, bərabərdir. Bu da 14-dən böyükdür, eyni şeydir. İndi müəllimlər, A-nın ən böyük qiyməti 6-ya kiçik və 6-ya bərabər ən böyük qiymət elə 6-nın özüdür. Burada natural deyəcək 1, 2, 3, 4, 5, 6. Bərabərdir olduğuna görə. Kiçikdir olsa 6-nı götürə bilməzdik. B-nin qiymətləri hansıdır? 14 və 14-dən böyük ədədlərdir. Burada da böyükdür, bərabərdir olduğuna görə 14-ü götürürük. Əgər bərabərdir olmasaydı, sadəcə 15 götürərdik. Demək 6 və 14. Bunların da hasili 84. Doğru cavab B variantı. 8-ci suala baxırıq. Faizlə bağlıdır. Bilirik ki, faiz son illərdə sertifikasiya artırılan bir mövzudur. Bunu biz sondan da gedib həll edə bilərik. Elə də göstərəcəm. Və ya başdan da rahat tənlik qurmaqla yaza bilərik. Amma tənlikdə mən sizə məsləhətim, bu tipli suallarda dəyərli müəllimlər x yox, 100x götürün. Bu su ola bilər, başlanğıcdakı pulun miqdarı ola bilər və s. və ilə axır. 100 götürməkdə fayda var. Çünki 100x-in 40%-i məsələn 40-dır, 60%-i 60-dır. Buna görə işimiz rahatdır. Bizə deyir ki, hovuzdakı suyun əvvəlcə 40%. 100x-in 40%-i 40x eləyir. Onda 100x-dən 40% gedirsə, geriyə qalır nə qədər? 40x çıxanda qalır 60x. Yazıram bura, qalan. Sonra isə qalan suyun 20% işləndi. Mən 60x-in, baxın diqqətlə qulaq asın, 20%-ni tapıb 60-dan çıxa bilərəm, tamamilə doğrudur. Və ya daha rahat vaxt qazanım deyə elə birbaşa 60x-in 80%-ni taparam. 60x vurulsun 80 bölünsün 100. 20% işlənmək, 20% azaltmaq, 80%-i tapmaq demək. Bu sıfırlar gedir. Burada da qalır 48x. Ən sonda 48x-imiz qaldı. Burada da yazıb 240 litr su qaldı. Demək 48x-i bərabər eləyəcəksən 240-a. X də bərabərdir 5. Hovuzda əvvəlcə nə qədər su var idi? 100x. 100-ü də 5-ə vuranda bərabər elədi 500. Cavab B. Dediniz ki, bəs indi deyə bilərsiniz müəllim. Demişdiniz, bunu sonuna da getmək olar. Getmək olar. Gedək. 20% işləndi. Nə qədər qaldı? İkinci üsuluna gedirik. 80%. Bəs burada nə qədər qaldı? 240. Demək 80% 240 olan ədəd. Faizinə görə də tapmaq üçün ədədi 100-ə vurub faiz göstərən ədədə bölürük. Buradan 3 qalır, bərabərdir, elədi 300. İndi sonra 40%-i buradan gedib. Nə qədər qaldı? 60%. Ən sonda bir də bu qaldı. 60%-i 300 olan ədəd. 300-ü vururam 100-ə, bölürəm buradan 60-a. 60 60-a 1, 360-a 5, 5-i də 100-ə vuranda 500. Demək, bu məsələdə iki halının ikisini də dəyərləndirdik. Sondan gedəndə 100-dən faizini çıxacaqsan 80% 240 olan ədəd. Sonra 100-dən 40-a çıxacaqsan 60%, 60% 300 olan ədəd və cavabımız alınacaq. 9-cu suala baxırıq. Nənə nəvəsinə deyir, indiki yaşımın 4də 1-i qədər və əlavə olaraq 2 ildə yaşasam, o zaman bizim birlikdə 121 yaşımız olar. Nəvənin 9 yaşı olarsa, nənənin yaşının rəqəmləri cəmi neçədir? Bura yazıram. Nənə, maraqlı bir yaş məsələsidir, nəvə. Nəvənin yaşı konkret olaraq bizə verilib 9. Nənə isə qeyd edir ki, indiki yaşımın 4də 1-i. Nənənin yaşını mən 4x götürürəm. Nəyə görə? Rahat olsun işimiz. Çünki 4x-in 4də 1-i 1x deməkdir. İşimiz rahat olması deyil. İndi gəlin baxaq. Nənə deyir ki, mən indiki yaşımın 4də 1-i qədər, yəni bu 4x-in 4də 1-i nə qədər eləyir? Üstə gələk x yaşasam və əlavə olaraq 2 ildə yaşasam, üstə gələk 2 il. Bunu nənə dedi. O zaman bizim birlikdə, burada nəvə də var, axı nəvənin yaşı da biz bilirik ki, zaman keçdikcə eyni qədər hər kəsin yaşı artır.
9-dursa, bu 9-un üzərinə bu nənənin keçdiyi x il və 2 il də həmçinin. Və bunların cəmi 121 olar. Topladıq. Yuxarıda alındı 5x üstəgələ 2. Aşağıda alındı 11 üstəgələ x. Üstəgəl 11 üstəgələ x. Hamısını topladıq da bura. Bərabərdir 121. İndi sadələşdirsək, buradan 6x bərabərdir 108 alarıq. X də bərabərdir 18. X-in qiyməti 18-dir. Bizdən nənənin yaşının rəqəmləri cəmini soruşur. Nənənin yaşı 4x-dir. 18-i vursaq 4-ə bərabər eləyər 72. 72-ni də rəqəmləri cəmi bərabər eləyər 9. Doğru cavab D variantı. Bir də ümumi buna yanaşma eləyim, ağlınızda sual qalmasın. Niyə 4x götürdük? 4-də 1 dediyinə görə rahat olsun. Niyə üstəgəl x buraya yazaq? Çünki nənənin yaşı bu qədər və əlavə olaraq 2 il. Bu qədər nəvə də yaşayacaq da. Nəvə bir yerində yaşı qalmır ki. Bax, məntiq əsasən topladıq 121-ə bərabər eləyib həll elədik. Bu sual ədədin sağına rəqəm, soluna rəqəm yazılması müəllimlərin biraz çətinlik çəkdiyi suallar sırasındadır. Bunu da ətraflı izah eləyək. 2 rəqəmli x, y ədədinin soluna 9 yazdıqda sol buradır. Alınan ədədi sağına 5 yazdıqda alınan ədədə böldükdə x, y sağı buradır. Natamam qismətdə 2, qalıqda 16-dandır. Bu nəyi xatırladır bizə? Qalıqla bölmənin qayda qanununu. Bura bölünən, bölən, qismət, qalıq. Neyniyəcəyik? Yazıram indi bölünəni tapmaq üçün, yəni bu 9x, y bərabərdir. Böləni natamam qismətə vururuq. 2 vurulsun x, y 5. Bunu mötərizədə yazıram. Niyəsini deyəcəm. Üstəgələk 16. Əsas məsələ bax burada başlayır. Bu da bizim birinci dərsimizdir. Natural ədədlərlə bağlı olan hissədir. Ədədin mərtəbə toplananlarının cəmi şəklində göstərilməsi. 9x, y yazarıq. 900 üstəgələk 10x üstəgələk y. Hardan alınır bu? İxtiyari ABC ədədin açılışı necədir? 100A üstəgəl 10B üstəgəl C. İndi burada A-nın yerində 9 olduğuna görə 100-ə vurduq 900. Yəni 9 vur 100 yazmırıq. Bərabərdir. Bax, burada müəllimlər çalışır bəzən bunu 2000x, bu vurmadır. Bu mötərizənin içərisi nə deməkdir? 100x üstəgəl y üstəgəl 5. 2 də bunun kənarındadır da. 2-ni də bura vuraq, yazaq. 2-ni 100-ə vuranda 200x üstəgələk 2y üstəgələk 10 üstəgələk 16. Sağa sola keçirsək 190x üstəgələk buradan 10y idi. Burada biz 10y yazmalıydıq müəllimlər. Çünki 100x üstəgələk 10y üstəgələk 5. 10y də burada 20y eləyir. Demək, burada 10 keçdi bu bir tərəfə, y keçdi bura, elədi 19y. 10-dan 16, 26, keçdi 9-dan 26-da çıxanda 874. Hər tərəfini bu tipli suallarda ümumiyyətlə burada alınana bölünür. Yəni rahat bir mərtəbə toplananı şəklinə düşür. Hər tərəfini 19-a bölsək, alarıq 10x üstəgələ y bərabərdir 874-ü də 19-a böləndə 46. İndi burada baxanda görürük ki, x 4-ə bərabərdir y 6-ya və ya 10x y hansı ədədin açılışıdır? 2 rəqəmli x y ədədin açılışı deyil. Bərabərdir burada 46. Onda x bərabərdir 4, y də bərabər 6. Bunları məndən cəmini soruşur. 4-ün üzərinə də 6 gələndə elədi 10. Doğru cavab D variantı. Bu qədər müəllimlər. Videonun rəy bölməsində neçə səhv, neçə düz olduğunu yazarsınız. İzahlarımızın davamlı olaraq paylaşılır. Sınaqlar, mövzu izahları, testlərin izahları və bu izahlardan anında xəbərdar olmaq üçün kanala abunə olmağınız kifayətdir. Hər birinizə uğurlar arzulayıram dəyərli müəllimlər. Növbəti izahlarda görüşərik. Hələlik.